yaradır. Bu formanı gördükdə formadan qaçırıq. Bəzən görürük ki, elə bir dənə aura yaradılır. Elə bir atmosfer formalaşdırılır ki, mövzulara səthi yanaşılır. Mövzulardan dinimizin o dərinliklərinə varılmır, mənəvi aspektlərinə toxunulmur, dinin gözəlliklərindən danışılmır, yəni zəruri həddə mövzuya girilmir. Əksi, məsələn, qalmaqal formasında təbliğ olunur. Qışqırbağır formasında təhqir, alçaltma, xarələmə, qarşı tərəfi aşağılama formasında dini debatlar təqdim edildikdə tamaşaçıda bu mənfi təsəvvür yaradır. O şəxs ki, dinə gəlmək istəyir, təbii ki, bu formanı gördükdə bu formadan qaçır, onda ikrah hissi yaradır. Deməli, bu cür dini debatların bir mənfi zərəri də budur ki, tamaşaçıda ikrah hissi yaradır dinə qarşı. Bir dənə nöqtəni istəyirəm bildirəm. Siz də toxundunuz. Bəzən bu debatlar gərginliyin azalmasına yox, çoxalmasına səbəb. Emosional hisslərin çoxalmasına səbəb olur. Xüsusən də məsələn bu keçirilən debatların strukturuna baxırıq. Debat elə bir kanalda keçirilir ki, daim dezinformasiya yayır ölkədə. Və yaxud da debatın aparıcısı elə bir şəxs təyin olunur ki, bunun üçün din maraqlı deyil. Biraz danışıqlarına qulaq asdıqca məlum olur ki, bu ateist ruhlu bir şəxsdir. Ümumiyyətlə, dinlə rabitəsi olmayan bir şəxsdir. Və yaxud da başqa bir aparıcı təyin olunur. O da xalqın əksəriyyətini təşkil edən Əhl-i-Beyt məktəbinin, məzhəbinin nümayəndələrinin əksinə olaraq ki, Vahabi, Sələfi ideologiyasını daşıyan. Bəli, belə bir ideologiyanın daşıyıcısı, aparıcı təyin olunur. Təbiidir ki, bu debatlar zərərdən başqa bir şey deyil.